Bugün Temu'dan gələn kargoları açırıq. İlk öncə belə bir adapter qoruyucu. Qiyməti 4 manat 87 qəpik. Bunu da qeyd edim ki, qiymətlərdə dəyişiklik ola bilər. Mən bu məhsulları neçəyə əldə etmişəmsə o qiymətləri səsləndirirəm. Yeni bir adapter qoruyucu, amma bunu mamam özünə götürüb. Adapterinin başlığına uyğun olanı olmadığı üçün o beləsinə götürdü. Qiyməti də 3 manat 31 qəpik. Bunlarsa qardaşımındır. Şəkildəki kimi hissələrini birləşdirib 3 ayrı fiqur halına gətirmək olur. Bunu isə 8 manat 62 qəpiyə almışıq. Bu Legonu da mən qardaşıma almışam. Qiyməti də 30 manat 18 qəpik. Ümumiyyətlə Legolara çox həvəsiniz varsa, alacaqsınızsa Temudan alın, çünki çox uyğun qiymətədir. Burada əksər mağazalarda 200-300 hissəli Legolar 24-25 manata satılır. Amma Temuda isə bu qiymətə daha çox hissəsi olan birini almaq olar. Davamı YouTube'da takip etməyi unutma.